Salam dostlar, bugün dərman bitkilərindən Melissa officinalis bitkisi haqqında məlumat verəcəm. Dalamaz kimilər fəsilləsinin bədrənd cinsindən olan çoxillik ot bitkisidir. Kökümsov gövdəli bitkinin hündürlüyü təxminən 30-120 sm bərabərdir. Saçaqlı kök sisteminə malikdir. Tərkibində terpenoid maddələr, flavonoidlər, piyli yağlar, C, B1, B2 vitaminləri, karotin, kumarinlər, aşı maddələri və aromatik birləşmələrlə zəngindir. Bu maddələr sinir sisteminə sakitləşdirici təsir göstərir. Elmi araşdırmalara görə Melissa stres və narahatlığı azaldır. Yüngül depressiv hallarda rahatlayıcı təsir göstərir. Ürək döyüntüsünü tənzimləməyə kömək edir. Mədə-bağırsaq spazmlarını aradan qaldırır. Xüsusilə də sinir mənşəli mədə-bağırsaq ağrılarında Melissa olduqca faydalıdır. Tərkibində vitaminlərdən əlavə makroelementlərdən kalium, kalsium, maqnezium, dəmir və mikroelementlərdən manqan, sink, mis, molibden və s. kimi mikroelementlərlə zəngindir. Ballı nanə bitkisi antioksidant, antibakteriyal, antifungal, antivirus əleyhinə sakitləşdirici, damar daraldıcı, ağrı kəsici və iltihab əleyhinə proseslərə qarşı istifadə olunur. Sedativ dərman preparatlarının əsas tərkib komponentidir. Təngi nəfəsliyə, ürək ağrılarına təsir edir, sinir sistemini tonuslandırır və möhkəmləndirir. Yüksək terapevtik effekti tərkibindəki efir yağları ilə bağlıdır. Xarici işlətdikdə herpes və uçuqların müalicəsində istifadə olunur. Bədrənd bitkisi kombinə olunmuş şəkildə ekstrakt, dəmləmə kimi sedativ, spazmolitik, ağrı kəsici və hipotenziv təsir göstərir. Melissanın dəmləməsi qan təzyiqini aşağı salan çaydır. Lakin hamiləlikdə və qalxana bənzər vəzin problemi olan insanlarda uzun müddətli istifadə üçün mütləq həkimlə məsləhətləşmək tövsiyə olunur. Melissa çayı kafeinsiz olduğuna görə yuxuya getməni rahatlaşdırır və gecə oyanmalarını aradan qaldırır. Bəzən dərman deyil, doğru zamanda düzgün bitkini istifadə etmək kifayət edir.